gözəl rəqslərinə görə də təbii ki, onlara təşəkkürümüzü bildiririk ki, bax, bu özəl günümüzdə daha da gözəlləşdirdilər. Elə bu rəqs qrupu da kimin rəhbərliyi altında belə möhtəşəm ola bilərdi? Təbii ki, Elsəvər Ağayevin rəhbərliyi altında bax, bu cür gözəl, peşəkar rəqs qabiliyyətinə malik elə uşaqları bugün bura gətirdik ki, bax, bu yeni ildə özəl buraxılışımızda 2026-cı ilin ilk günündə gəlib daha da bizi gözəlləşdirdilər. Elə öz ahəngləri ilə, öz elə enerjiləri ilə bir uşaq necə ola bilər? Təmiz, saf. Ona görə də Allah bütün evdən hər zaman övlad səsi gətirsin. Allah bütün ailənin övladlarını qorusun. İçində də bax, bu rəqs qrupunun gözəl balaları olmaqla. Və bugün də onu da qeyd edeyim ki, bizim dəyərlimiz olan Rəsul bir danışmadan öncə rəqs qrupunun bax, bu üzvlərinin bugün burada Rəsul elə onların adından bizim Kanal S izləyicilərini təbrik eləyəcək. Hə, Rəsul? Biz də rəqs adı ilə hamımızı təbrik edirik, nəsib eləyər çıxasınız. Amin inşallah. Təşəkkür eləyirik.